Salam aleykum, kanalı videoma xoş gəlmisiniz. Necəsiz? Bu günləri biraz tez gəlmişik bura. Nələrə baxmaq. Bu da Paşadır. Paşa vəziyyət. Kutu. Biraz bunları təmizləyim. Gəlmişsən. Limon. Qabaqlarında ot azdır. Ot verməyəcəm. Çünki gecə verilir. Və video başlığından da gördüyünüz kimi bu video Paşa haqqında olacaq. Bundan qabaqki videoda demişdim, Paşa haqqında video gələcək. Paşanın dəlliyinə görə gələcək. Hələ ki, yaxşıdır. Oynayır, dəlli eləyir. Paşa hələ bizimlədir. Bu hələ yayda sahəyə gedəcək. Ağıllı olsa gedəcək. Ağıllı ol, sahəyə get. Oxşum. Paşa çiftlikdədir. Və 2 yaşına kimi maksimum çiftlikdə olacaq. Hələ 5 aylıqdır. Qabaqda günləri var hələ Paşanın. Belə Paşa haqqında deyəcəyim bunlardır. Qısa bir video. Amma indi isə iynəklərin yerin zarını təmizləyək. Görək nə olur. İnəklər özləri də baxırlar, deyirlər saat 5-də burada nə iş var bunun? İndi bunları təmizləyib gəldim. Təmizləməyə başlamışam. Limon. Bu da yiyir, içir, yatır. Çox tənbəl heyvandır. Bu da onun dostudur. Paşa. Ay Paşa. Vəziyyət. Sən naz verirəm də. Bu yanları təmizləyim. Biraz su verin bunlara. İçsələr içəcəklər. Və çiftlikdə işim bitəcək. Sonra inəkləri sağacaqlar və buraxacaqlar. Bitdi. O da saat 8 falan sağarlar. 9-a kimi inəklər sahədə olar. Və axşam saat 5-də, 4-də evdə olarlar. İnəklərin yeri təmizlədim. Bunlar özü yatdılar. Bu yatdı, limon yatdı, oturdu yəni. Paşa da həlləm qəlləmdir, bir yatır, bir durur. Öz keyfinə görə yaşayır.
Buzovların altın yüngürvarı təmizlədim, dərindən təmizləmədim. Ama iğnələrin altını təmizlədim. Çiftliyin bir dənə də necə deyək, heyvanın azad edeyim. Demək olar səhər çıxa bilərsiniz. Sübh azanı verildi. Və video Paşaya aid oldu. Paşa hələ buradadır. Paşa ağıllı olacaqsan, yoxsa yenə dəlliyə davam edəcəksin? Hə? Və çiftlikdə işim bitdi demək olar. İndi mən işıqları söndürüb çiftlikdən ayrılacağım. Limon. Və videonun sonuna gəldik. Like atmayı, abunə olmayı unutmayın. Sağ olun, görüşənədək.